بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا يستوي أصحاب النار وأصحاب الجنة. أصحاب الجنة هم الفائزون. الله الله. لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله. الله الله. وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون. هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة هو الرحمن الرحيم. الله الله الله. هو الله الذي لا إله إلا هو الملك القدوس. الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر. سبحان الله عما يشركون. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat selamı olsun Peyğəmbərimiz və onun pak ailəsinə. Salamlayıram əziz izləyicilər. Quran və şübhələr verilişində əziz ruhanimiz Hacı Elnur Xudaverdiyev sizin xidmətinizdəyik. İnşallah gözəl Quran tilavəti hacıdan eşitdik. Allah qəlblərimizi Quran nuru ilə daima nurani etsin. Verilişimiz Quran və şübhələrdir. İnşallah yeni mövzularla yenə də sizin xidmətinizdəyik. İstərdim Hacı da sizinlə salamlaşsın və mövzumuza davam edək. Buyurun. Bismillahirrahmanirrahim. Mən də öz tərəfimdən əziz və dəyərli dinləyicilərimizi inşallah salamlayıram. Allah'ın lütf nəzəri daimən üzərinizdə olsun inşallah. Allah da biz bu müqəddəs yolda bizləri, hər birimizi müvəffəq eləsin inşallah. İnşallah. Acı biz verilişimizin əvvəlindən şübhə olaraq bu məsələdən danışmışdıq ki, şübhə atıblar ki, Quran Allah kəlamı deyil, vəhy ola bilməz və özlərinə görə səbəblər gətiriblər. Təbii ki, bizlər də şübhələrə cavab verməyə çalışmışıq. O şübhələrin bəzilərinə cavab vermişik və bəziləri qalıb ki, biz istərdik ki, onlara cavab verək. O cümlədən, o cavablarımızdan biri də bu olacaq ki, Qur'an-ı Kərimin özünün cavabı. Qur'an-ı Kərim özü necə iddia eləyir ki, bu Allah kəlamıdır. Peyğəmbərimizin və yaxud bu məsələdə buyurduğu sözlər və həm də Qur'an-ı Kərimin başqa kitablarla müqayisəsi.
Qur'an-ı Kərim necə təqdim edir, uca Allahımızı necə tanıtdırır. Qur'an-ı Kərim insanı, Adəmi necə tanıtdırır. Peyğəmbərləri necə müdafiə edir Qur'an-ı Kərim. Ki başqa kitablar peyğəmbərləri elə bil ki oyun oynadır. Onları bizim öz dilimizdə desək ələ salır, lağa qoyur. Amma bizim Qur'anımız, kitabımız, bizim baxışımızdan Qur'an necə tanıtdırır peyğəmbərləri? Peyğəmbərləri necə toxunulmaz? Necə müqəddəs bir ki, onlar Allahın yer üzündə nümayəndəsidir. Necə tanıtdırır? Fərqi insanlar görəndən sonra biləcəklər ki, bu Qur'an başqa kitablardan köçürülmə qeyri-mümkündür. Təbii ki, bunlar Allah sözüdür. Buyur, Hacı, söz sizdədir. Bəli, çox gözəl vurğuladınız, Aseyid. Və bizim təbiidir, keçən bəhslərimizdə Qur'anın möcüzə olmalığı barəsində və Qur'anın Tövrat və İncillə əsas fərqləri barəsində danışdıq və həmçinin Qur'anın əzəmətinin barəsində də əziz dinləyicilərimizin xidmətində olduq. Təbiidir, hər şeydən əvvəl mən istəyirəm bir nöqtəni əziz və dəyərli dinləyicilərimizin nəzərinə çatdırım. O da budur ki, siz əvvəldən vurğuladınız. Qur'anın onlar ki, istəyirlər Qur'anı şübhə olaraq cəmiyyətin beynində şübhə olaraq saxlayalar. Biz isə çalışırıq onlara cavab olaraq Qur'andan və müəyyən dəlillərlə, subutlarla dinləyicilərimizin xidmətində oluruq ki, Qur'an nəinki digərlərin yaratdığı şübhə, digərlərin şübhə kimi insanların beynində yaratdığı keçmişin qalıq bir sözü, kəlamı, keçmişdən oğurlanmış, kitablardan oğurlanmış bir kəlam. Qur'an hətta özü bir möcüzədir, özü bir kəlamdır. Biz Qur'anın hər peyğəmbərin Hacı özünə məxsus bir möcüzəsi olur. Allah bizim bir ustad vardı, onun ömrünə bərəkət versin. O deyərdi ki, hər peyğəmbərin möcüzəsi özü ilə də gedib. Bəli. Amma yeganə möcüzə bizim peyğəmbərin möcüzəsidir ki, Qur'an-ı Kərim özü olmasa da, yəni belə deyək, maddi baxımdan olmasa, mənəvi baxımdan bəli, bizim peyğəmbər daima aramızdadır. Bu bizim əqidəmizdir. Çünki ruh heç bir zaman ölmür. Özü hal-hazırda olmasa da o peyğəmbərin möcüzəsi qiyamətə qədər qalacaq. Bəli. Biz xatırlasınız, keçən bəhsimizdə biz Qur'anın elmi və əxlaqi bu mövzularda danışdıq və mən bu günləri qısa olaraq nüans eləmək istəyirəm ki, Qur'an möcüzə olmalığı barəsində. Qur'an bu günləri elmi kitabdır. Yəni otursuq biz desək ki, Qur'an sırf elmi kitabdır, cavab olacaq xeyr. Biz desək ki, Qur'an əxlaqi kitabdır, 100% cavab olacaq xeyr. Qur'anda fərqli mövzular var. Biz desək ki, Qur'an coğrafiya kitabıdır. Yenə də cavab olacaq xeyr. Coğrafiyadan danışır. Desək ki, Qur'an tibbi kitabdır. Xeyr. Tibbdən də danışır. Danışır. Amma tibb kitabı deyil. Və bunu uzatmaq olar. Qur'an astronomiya kitabıdır. Astronomiyadan danışır. Amma astronomiya kitabı deyil. Və bunu uzada bilərik. Qur'an elə bir kitabdır, möcüzəvi kitabdır ki, bütün nə istəsən onun içərisində. Hər nəysə, bütün fənlər barəsində sözün deyir. Özdə elə bir sözdür ki, digərlərin demədiyi sözü deyir. Coğrafiyadan danışır, amma coğrafi kitabı deyil. Tibbdən danışır, tibb kitabı deyil. Astronomiyadan danışır, amma astronomiya kitabı deyil. Əxlaqdan danışır, amma əxlaqi kitabı deyil. Və ilə axır. Qur'anın məqsədi hidayətdir. Hidayət. Bu günləri bir azacıq vicdanı və azacıq əqli işə salan adama bu kifayət eləyər ki, bu Qur'anı möcüzə olmalıdır. Bu bir mətləb. Hacı, mən sizin bu sözüdən sonra bir məsələ diqqətimi çəkdi. Mən mütaliə eləyəndə Qur'an elmlərini, Qur'anda elmi ayələr mövzusunda, orada mən bir alim var idi ki, bu Qur'an elmləri haqqında böyük bir kitab yazmış və doğrudan fəxr olunmalı bir alimdir. Onun bir sözü var idi. Deyirdi ki, Qur'an-ı Kərim, bu ki iddia edirsiniz və onun haqqında geniş də danışmışdınız ki, Qur'an mübariz tələb edir. Qur'an bir sahədə mübariz tələb eləməyib. Bütün sahələrdə və öz zamanında mübariz tələb eləməyib. Bütün zamanlarda 1400 ildir və o mübariz tələb eləməkli davam edir. Bu günləri hər hansısa bir sahədə kimsə gətirsə, biri deyir ki, mən elmi sahədə elə bir ayə gətirə bilərəm ki,
Quranda o elə bir şey yoxdur. Quran Bəli. ona da mübariz tələb edir. Bəli. Bütün sahələri sizin sözünüzə qüvvət olaraq Quran bütün sahələri əhatə eləyir və bütün sahələrdə də təbii ki, mübariz tələb edir. Bəli. İndi gələ əsas məsələmizə, bugünün əsas məsələsinə biz qərarlaşdırmışdıq bu barədə danışaq və mövzumuz vəhy barəsində idi. Onlar ki deyirlər Quran vəhy kitabı deyil. Amma biz deyirik ki, Quran vəhy kitabıdır. Biz Quranı sübuta yetirdik. İndi Quranın vəhy olmalığı barəsində Quran özü nə deyir? Quranın bir var kiminsə sözünü deyək, bir var əvvələn Allah yaradanımızın öz sözünü deyək. Yaradan öz Quran-ı Kərimdə buyurur. İnna avhayna ilayka kama avhayna ila Nuhin və nəbiyyina min ba'dihi və avhayna ila İbrahim və İsmail və İshaq və Yaqub və ilə axır. Bəli. Ayə uzun bir ayə. Ayədə deyir ki, biz vəhy elədik. Nisa surəsinin 163-166-cı Tərcüməsini zəhmət olmasa deyin əzizlər. Allah Teala burada nə deyir? Allah Teala buyurur ki, biz vəhy elədik sənə. Necə ki, səndən qabaq Nuh peyğəmbərimizə və ondan sonra İbrahim peyğəmbərimizə, ondan sonra İsmailə, ondan sonra İshaqa, ondan sonra Yaquba, ondan sonra Əsbata, ondan sonra İsa'ya, Əyyuba, Yunusa, Haruna, Süleymana və hətta Zabura biz kitab verdik. Və ətəyna Davuda Zabur. Biz Zaburu verdik. Quran-ı Kərim açıq-aşkar bu ayədə nə deyir? Deyir ki, biz vəhy elədik. Həm də bu ayə bilirsiniz nəyi təsdiq edir hacı? Bundan öncə olanların da vəhy olduğunu isbat edir. Yəni bu günləri o kitabların əslisi ilə bu Quranın əslisində orijinalında heç bir fərq yoxdur məqsəd baxımından. Hər ikisi hamısı vəhy idi. Amma ki onlarda təbii ki təhrif olunub, dəyişikliklər olub, bunda olmayıb. Bunların hamısı vəhy idi. Quran özünün təsdiqidir. Bəli. Gözəl ayə. İkinci ayədə Allah Teala başqa bir ayədə bu Ən'am surəsində 19-cu ayədə Allah Teala buyurur: "Qul ayyu şeyin ekber şehadeten qulillah şahidun beyni və beynekum və uhiya ileyye hazal Quran." Çox gözəl, şirin bir ayədir. Deyir, qul ayyu şeyin ekber, ən gözəl şahadət, ən böyük şahid kimdir? Allahdan böyük kim şahid ola bilər? Bəli. Bu var kimsə məsələn Əhmədin, Vəlinin, məsələn kimisinin sözü ilə şahid gətirə, sübut gətirə. Heç onun doğru olub olmamalı sorusu olar. Bəli. Amma bir dənə də var ki, ən gözəl şahid uca Allah. Allah Teala deyir, mən özüm şahidəm ki, bu kitabı sənə vəhy olaraq, bu Qur'anı sənə kim nazil eləyib? Mən nazil eləmişəm. Biz digər kitablara da baxsaq, məsələn Zəburun barəsində də Quranda ayələr var. Bəli, ayələrdə Hazə ləfis suhufil ula suhufi İbrahim və Musa. Bu ayə də onu göstərir ki, bu özündən öncəki kitablar kimi vəhy idi. Onlar da vəhy idi, onlar da mən göndərmişəm. Bəli. Bu Qur'an-ı Kərimi də mən göndərmişəm. Şahid kimdir? Şahid də uca Allahdır. Sübutu kimdir? Mən özüm. Bəli. Amma hər tərəfli Allah imzası. Amma bu günləri biz baxanda, Qur'ana baxanda və başqa kitablara baxanda biz tamam o ayənin əksini görürük. Görürük ki, Qur'an Allahı necə vəsf eləyir? Tövrat, İncil necə vəsf eləyir? Çox fərq var. Deməli, Allahın Qur'anda buyurduğu Tövrat, İncil, Zəbur, Nuhun kitabı, İbrahimin suhufu, bunlar tamamilə əldə olmayan kitablardır. Bu günləri o kitablardan əsər əlamət belə yoxdur. Əgər olsaydı, o sözlər Quranın sözü ilə bu sözlər orada da tapacaq. Siz təsəvvür eləyin ki, Allah iddia eləyirlər ki, bu kitab Allah yanındandır, amma Allah eləməmiş kimi o kitabların özündə Allah təhqir olunur. Qur'an-ı Kərimdə Allah necə vəsf olunur? Həşr surəsində tilavət etdiniz. Həşr surəsində 22-ci və 24-cü ayələrdə tilavət etdiniz ki, Huvallah, la ilahə illəhu, alimul qayb. O Allahdan başqa Allah yoxdur. Qeybi bilən odur. Və şəhadə və
Bəli. Hər bir şeyə şahid o Allah özüdür. Huvər-Rəhmanur Rəhim. O Allah rəhmandır, mehribandır. Quran necə tərif eləyir? Allahımızı necə tanıtdırır? Yəni Quran Allahın sözüdür. Və yaxud Şura surəsinin 11-12-ci ayəsində uca Allahımız necə tanıtdırılır? Orada necə vəsf olunur? Uca Allahımız orada mehribanlığın son həddində tanıtdırılır. Və yaxud Bəqərə surəsində Ayətül Kürsü hamının əzbər bildidir. Allahu la ilahe illa huvel hayyul qayyum. Allah, o Allah, la ilahe illallah. Diridir, o daimidir. La ta'khuzuhu sinatu və la nawm. O heç vaxt yatmaz. Yəni uca Allah Quranda necə tanıtdırılır? Ən yüksək varlıq uca Allahımızdır. Hər şey ona möhtacdır. Quranda belə tanıtdırılır. Amma başqa kitablara baxanda ki, kökləri Qurandan uyğunda amma dəyişdirilib, o kitablarda uca Allahımız təhqir olunmuş formada. Nəuzubillah, üzr istəyirəm, Allahımızın huzurundan məni bağışlasın, əfv eləsin. Uca Allahımız öz yaratdığın özünə rəqib bilərək tanıtdırılır. Öz yaratdığı ki Adəmdir, onu özünə rəqib olaraq tanıtdırır. Yəni siz təsəvvür edirsiniz, Allah elə bil qorxur öz yaratdığından. Onun üçün bəzi qadağalar qoyur ki, əgər mən bu qadağaları qoymasam, bu gəlib məni də vurub keçəcək, yəni məni üstələyəcək. Hətta sözün sözə qüvvət, mən stat gətirmək istəyirəm, olduğu kimi Ətik kitabından olmalıdır bu, Əhd Əhdiqdən olmalıdır. 2-ci bab 17-ci səhifədə buyurur ki, yazılıb ki o kitabda Allah Teala elə ki Adəmə tutdu, sonra Adəmə həmin o cənnət deyilən yerdə qərar verdi və dedi ki, onu qoruyuqçu kimi burada gəz, bütün hər nə istəyirsən bunlardan istifadə edə bilərsən, yeyə bilərsən. Amma burada bir dənə ağac var, o ağacı nişan verdi, dedi ki, bu ağaca toxum, yaxınlaşma. Nə üçün? Çünki əgər bu ağacdan sən yesin, ölərsən. Ölərsən, bəli. Ölərsən. Şeytan isə gəldi orada, dedi ki, sənin başı valladıb bu. İndi baxın, burada Allahın yalançılığını göstərir. Nəuzubillah. Allah Taala'nın həm bir tərəfdən acizliyini göstərir. Burada ye, hər nə istəsən ye, amma bu ağacdan yesin. Amma o tərəfdən yedi, yemədi. Yedi və öldü, ölmədi. Şeytan o tərəfdən gəldi, nə dedi? Allah yalan deyir. Allah yalan deyir. Allah istəmir ki, siz əgər o ağacdan yesirsiniz, həmişəlik qalacaqsınız. Əbədi qalacaqsınız. O əbədiyyət ağacıdır. O əbədiyyət ağacıdır. Allah'a bu cür nə danışdırır yalancı kimi. Şeytana da bu cür nə həqiqət kimi görsədir. Və şeytanı orada sözün haqq olaraq görsədir. Və onlar ağacdan yeyəndən sonra gözləri açılır. Şeytan da o cür nə demiş ki, sizin gözünüz açılacaq, həqiqəti görəcəksiniz. Allahın gördüyünü görəcəksiniz. Allahın bildiyini biləcəksiniz. Bunlar o ağacın meyvəsindən yeyəndən sonra özlərini görürlər. Yəni o vaxtlar kimi ikinci yalan burada çıxır. Onların ki əyinlərində Allah Teala indi o cənnət dediyimiz o məkanın bir geyimi var idi. Onlar o meyvədən yeyəndən sonra bir anlıq baxdı, üzr istəyirəm, dinləyicilərdən də üzr istəyirəm ki, gördülər ki, paltarsızdılar. Paltarsız gördülər özləri. Paltarsız görəndən sonra orada belə canlandırır ki, onların həqiqi gözləri açıldı, biz də bir-birinin həqiqətini gördülər. Yəni biz həqiqətdə elə lüt imişik, amma bir-birimizi görmürmüşük. Demək şeytan düz deyirmiş. Düz deyirmiş. Amma Quran nə deyir? Quran nə deyir? Buyurur ki, "Fəla yuxricennekuma minəl cənnəti fətəşqa." O şeytan sizi bu ağacdan yedirtməklə siz elə bil ki, səbəb olacaq ki, siz cənnətdən çıxmağınıza səbəb olacaq və siz belə deyək, şəqilərdən olacaqsınız, əziyyətə düşmüşlərdən olacaqsınız. Taha surəsinin 117-ci ayəsində. Orada bir nöqtə var, Seyid, o fikirdən çıxmamış onu deyək. Quranın orada bir bax, yəni mövzuya uyğun olsun. Bunlar ki, deyir ki, bizim o meyvədən yedik, gözümüz açıldı, bir-birimizin həqiqi simasını gördük, yəni lüt əndamını gördük. Amma Quranın baxışında o cür nə deyil. Onlar həqiqətdə Tövrat, İncil göstərir ki, bunların əvvəldən orada nə olublar?
anadan gəlmə olublar. Bəli. Belə deyim də, mədəni formada. Hı -hı. Paltarsız olublar. O cürünə gəzirmişlər. Amma bir-birinin o cürünə görmürmüşlər. Yəni o vəziyyətdə görmürmüşlər. Gözləri bağlıymış. Yeyəndən sonra gördülər. Quran nə deyir? Quran deyir ki, şeytan onların paltarlarını əynindən çıxart. Quran deyir ki, onu yeyəndən sonra ki, biz demişik yeməyin, yesiz siz ziyanın görərsə, sizin özünüzə görə deyirəm. Amma o yeyəndən sonra Allah Teala buyurur ki, onların əynində olanlar nə oldu? Töküldü. Töküldü. Demək onların əynində bir şeylər var imiş. Bəli, varmış. Bir şeylər var imiş. Amma Tövratda deyilən nə idi? Hələ bunlar elə əvvəldən anadan gəlmə o cürünə gəzirmişlər heyvan kimi. Bəli. Görün insan necə təhqir olunmuş göstərilir. Yəni Elə. insanı yaradıb, insanı heyvan kimi o cürünə gəzir. İnsan üçün təhqirdir. İkinci Allah üçün də yalançılıqdır. Allah üçün Allahın sözünü acizliyin, aciz kimi göstərirlər. Necə bu hacı vəhy kitabı ola bilər doğrudan? Yəni hal-hazırdakı Tövratdan söhbət gedir. Necə vəhy ola bilər ki, orada şeytan təriflənilir? Bəli. Allah üzr istəyirəm, Allahın huzurundan da ki, belə deyək, sildilir. Bəli. Amma əsli Quran nə deyir? Əsli Quran isə uca Allahımız həmişə uca olaraq xatırlanır və şeytan rəcim olaraq, çirkin olaraq xatırladılır. Bəli. Odur ki, Quranla Tövratın fərqləri hal-hazırdakı vəziyyətdən söhbət gedir. Çox böyük fərqləri var. Müqayisə baxımından Quranla İncilin və başqa səmavi kitablar ki, o səmavilikdən əsər əlamət yoxdur. Çox böyük fərqləri var ki, biz o fərqlər çoxdur. Təbii ki, onlara işarə eləməyə çalışacağıq. Burada çox da əziz izləyicilərimizi yormayaq. İnşallah ümidvaram ki, gələn verilişlərimizdə mövzu o qədər şirindir ki, sözlər də çoxdur inşallah. İnşallah gələn verilişlərimizdə daha geniş məlumatlar verəcəyik. Uca Allahdan daima bizləri Quran və Əhl-i-Beyt xidmətində olmağa müvəffəq eləməsini arzu edirik inşallah. Amin. Sağ olun. Allah amanında gələn verilişlərədək.